Bu 1 dollar numizmatikadan anlayışı olmayan biri üçün adi bir eskinas kimi görünə bilər. Əslində ən kiçik detala diqqət yetirmək kifayətdir ki, bunun əslində çox nadir və bahalı kağız pul olduğu məlum olsun. Bunun üçün əskinasın üst tərəfində Washingtonun portretinin solundakı ABŞ xəzinəsinin möhürünə diqqət yetirin. Normalda o, bu ağ boş sahəyə çap edilməli olduğu halda seriya nömrəsinin üzərinə nəşr olunub. Misalignment error adlanan xətalar qəbilindən olan bu dollarlıq əskinas about uncirculated, yəni az qala dövriyyədə olmamış 50 dərəcəsində sertifikatlaşdırılıb və sentyabrın 25-də Stax Bowers hərrac evində 1140 ABŞ dollarına, təxminən 1940 manata satılıb. Bu 1 dollarlıq əskinas isə özündə 2 xətanı daşıyır. Necə deyərlər, ikisi birində. Əvvəla bu dollarlıq əskinasın əsas kağız lövhəsinin kəsimi zamanı xəta baş verib və əsas dizayn hər iki tərəfdən aşağıya doğru sürüşüb. Yuxarı hissəyə isə vərəqin üstündə olan başqa nüsxənin alt hissəsi düşüb. FED çap efində baş vermiş ikinci səhv isə üçüncü çap elementləri, yəni seriyaların və möhürlərin altı-üst nəşr olunması olub. Inverted overprint error kimi sertifikatlaşdırılmış bu dollarlıq əskinas sentyabrın 25-də 360 dollara, təxminən 610 manata satılıb. Videonu bəyənməyi unutmayın.